Abituriyentlərin nəzərinə Dövlət İmtahan Mərkəzinin yeni qərarı. Birinci ixtisas qrupu üzrə imtahan verənlər yalnız bir alt qrupu seçə biləcəklər. Riyaziyyat, kimya yaxud riyaziyyat, informatika. Birinci ixtisas qrupunda alt qruplar niyə ayrıldı? Bəzi abituriyentlər, xüsusilə riyaziyyat, informatika alt qrupunda imtahan verənlər kimya fənnini boş qoyaraq yalnız riyaziyyat və fizika işləyib, daha sonra informatika fənnindən ayrıca imtahana girərək yüksək nəticə əldə etməyə çalışırdılar. Bunun qarşısını almaq üçün Dövlət İmtahan Mərkəzi belə bir qərar qəbul etmişdir. Hər iki alt qrupa hazırlaşan abituriyentlər birinci cəhddə riyaziyyat, kimya və yaxud da riyaziyyat, informatika alt qrupunu seçsələr də, ikinci cəhddə istədikləri alt qrupunu yenidən seçə bilərlər. Beləliklə, hər iki alt qrupuna ayrı-ayrılıqda imtahan verə biləcəklər. Abituriyentlərə seçimlərində diqqətli olmağı tövsiyə edirik.